Bizim Azərbaycana ildə 50.000 ton palma yağı gəlir. Bu palma yağı bütün dünyada işlədilmir və onun hamı əksinədir. Dünyanın heç bir ölkəsində palma yağı işlədilmir, qida kimi ha. Başqa şey üçün istifadə olunur, qida kimi istifadə olunmur. Palma yağı qədər insanlara ziyan vuran ikinci bir qida yoxdur. Palma yağı insanları kökəldir yalandan. Pi kimi yığılır oraya. İnsanların immunitetini keskin aşağı salır. Ondan başka gençlerimiz, kızlarımız, uşaqları olmayacak onların. Kişilerin kişiliği kalmayacak onda. Bunların hamısını ben deməklə ben bir dəfəlik deyirəm, dövlətimizə deyirəm, hökumətimizə deyirəm, qida təhlükəsizliyinə deyirəm. Palma yağının Azərbaycana gəlməsinin, qidada istifadə olunmasının qarşısını alın. Gör nə qarırlar. Makaron düzəldirlər, vermeşil düzəldirlər, onu palma yağına salıb çıxarırlar.